hər bir qazancımızın 2,5%, 2,5% sədəqə verilməlidir. Yox, hər bir qazancımız deyil, bax, səhv başa düşüm. Zəkat başqadır. Zəkat, sədəqə balaca məbləğdir. Sədəqənin çoxu azı yoxdur, imkanına görə. Zəkat isə, əslində zəkat Allahda çox az bir şey istəyir. Bəzi insanların gözünə çox görsənir. Zəkatı hesablatsa insan öz malına görə, imkanına görə cüzi bir şeydir. Yəni, zəkatın amma şərti nədir? İl üzərindən bir il keçməlidir. Yəni, deyək ki, misal üçün, ildə bir dəfə. İldə bir dəfə. Misal, sən özün üçün vaxt götürsən, mən yanvar ayını götürdüm. Çoxları Ramazan ayını götürür. Adam var deyir, mən may ayını götürürəm, hesab dəftərinə görə. Misal, yanvardan gəldi yanvar. Və Ramazanda götürdü, gəldi Ramazan ayı. Neyini hesablayır? Qazancı, biznesi var. Qazancının 2,5%-ni verir. Yəni, məsəl üçün, bu adam 100.000 qazanır, deyək. Onun 2,5%-ni verir. Yəni, 2,5%-ni 100.000 nə qədər edir? 2500. Əslində, baxanda məbləğə görə azdır, yəni, çox az. Yəni, 10.000-ə 250 manat düşür. 10.000-ə 250. Düşünün ki, 1000 manatı 25 manat, yəni hesablayanda. Amma misal üçün deyək ki, sənin gəlirin azdır, maaşın, onu xərcləyirsən, ailən, ondan zəkat düşmür, yox. Və yaxud da misal sənin evində deyirsən ki, pulun var. Nə qədərdir? Misal üçün ki, mənim evimdə 85 qram qızıl qiymətində pulum var və ya 85 qram qızılın var ya da onun qiymətində, dəyərində pulum var. Üzərindən bir il keçəndən sonra onun neyindirsən 2,5%-ni sədəqə verirsən. Amma şərt nədir? Üzərindən bir il keçməlidir. Sədəqə isə yox. Sədəqə balaca yəni məbləğlərdən verilir, cüzi məbləğlərdən verilir. Hocam, onda bu zəkat belə başa düşdüm ki, böyük məbləğdir, iş adamıdır, ticarətçidir və yaxud da ki, misal üçün evində yığdığın pul 85 qram qızıl qiymətindədir.